Salam uşaqlar. Bu günləri mən sizə yenidən Şahin İbrahimovun FM hazırlaşanlar üçün, müsabiqəyə hazırlaşanlar üçün olan kitabın ikinci nəşrindən sınaqları izah edəcəm. Və bugün biz 12-ci sınağa gəldik, çatdıq nəhayət və 12-ci sınağın izahını verirəm sizə. Deməli, birinci sualda uşaqlar, bir qədər böyüdüm mən bunu. Birinci sualda uşaqlar fikir verin. CO2 verib, karbon qazı və kalium NO3 verib. Biri qaz halındadır, biri bərk haldadır. Birinci maddəm qazdır, ikinci maddəm bərk haldadır. Qazların uşaqlar suda həll olması temperatur artanda azalır, amma bərk maddələrin suda həll olması temperatur artanda artır. Birincidə görürəm ki 25 dərəcə verib, ikincidə mənə 60 dərəcə verib. Demək ki 60 dərəcədə bu daha pis həll olar və o zaman deyə bilərəm ki A böyükdür B-dən. Yəni A-da A dərəcəsində həll olma, yəni 25 dərəcədə həll olma daha çox olar. Kalium NO3-də isə C ilə D-ni verib mənə uşaqlar və D 60 dərəcədə. Təbii ki 60 dərəcədə kalium nitrat bərk maddə olduğu üçün 25-ə nisbətən daha yaxşı həll olar. Deməli burada da D böyükdür C-dən. Və onda da cavab olacaq B variantı. Bəli, tapdım. İkinci sualımıza baxaq uşaqlar. İkinci sualımızda deməli belə bir sual ki, duzun suda həll olma qabiliyyəti. Yəni bunu həll olma əmsalı kimi də deyə bilərik. Həll olma əmsalının düsturunu yazsaq KH bərabərdir MX, yəni M duz anlamında bölünsün M su vurulsun 1000. Və tərif də verəndə deyirik ki 1000 ml həlledicidə həll olan maddənin həlledicinin kütləsinə olan nisbətinə, yəni suya olan nisbətinə deyilir həll olma əmsalı, həll olma qabiliyyəti. İndi bizdə burada həll olma qabiliyyətini uşaqlar, baxın 20 bölünsün 100 kimi verib. Və onda biz yazarıq ki KH bərabərdir 20 bölünsün 100. Yəni bizdə 20 qram duzdur, 100 qram sudur. Vurulsun 1000. O da bərabər olacaq. Deməli 200-ə. Sonra nə istəyir? 500 qram suda neçə qram duz həll etmək lazımdır ki doymuş məhlul alınsın. Elə bu düsturdan istifadə eləyərək də mən buradan MX-i çıxartsam, onda MX bərabər olacaq KH vurulsun M su bölünsün 1000. Və o da bərabərdir. KH-ımı nə qədərdir? KH-ım tapdım ki 200'dür yuxarıda. Vurulsun. Suyu mənə 500 verir. 500 bölünsün 1000'ə. Bu getsə ixtisar. Bu da buradan getsə ixtisar. Və cavabda qalacaq 100. Demək cavab oldu D variantı. İkinci sualımızın da həlli bu qədər. Gələk üçüncü sualımıza. Bir dəqiqə uşaqlar, aça bilmədim ekranı. Yox, açılmadı ekranım. Üçüncü sualıma baxaq görə niyə belə bağlı qaldı bilmədim. Deməli, üçüncü sualımda nə deyir? Suda həll olma qabiliyyəti 0,5 olan duzun 300 qram doymuş məhluldan 100 qram su buxarlanır. Məhlulda 100 qram su buxarlanır. Məhlulda qalan M1 və çökən M2 duzunun kütləsini tapın. Yəni qalan və çökən duzun kütləsini tapın. İndi görün nə deyir? Suda həll olma qabiliyyəti 0,5 olan duzun. Yəni 1 milli suda 0,5 qram duz həll olub. İndi baxaq ki M su nə qədər olar onda? M su bərabərdir. M su bərabərdir. Bizə də deyir ki duzun 300 qram doymuş məhlulunda. Məhlulum 300'dür. Onda 300'dən çıxıram MX-i. Bunu hansı düstura əsasən yazdım uşaqlar? Elə bil ki məhlulun düsturu M məhlul bərabərdir. MX üstə gələk M su deyil. Yəni M duz üstə gələk M suda. Bu düsturdan mən suyu çıxartdım və eyni zamanda da uşaqlar, eyni zamanda da məndə 0,5 həll olma qabiliyyəti olan var. O da var ki, indi onu x ilə tapsam, onda x bərabərdir 0,5 vurulsun, 300 çıxılsın x, yəni mx-dən söhbət gedir də təbii ki. Onda baba bu mx-dən, yəni bunu gətirdim aşağıya yazdım, mx də yaza bilərəm, fərq etməz. X bərabərdir
0.5 300-ə vuranda elədi 150, çıxılsın 0.5x. Və buradan da deməli 1.5x bərabərdir 150-yə. Onda da x bərabər olacaq 100-ə. Deməli, x-im 100-ə bərabər oldu. Onda belə çıxır ki, başlanğıc məhlulda 100 qram duz var və 200 qram da su var. Niyə? Çünki mən görürəm ki, burada mənim məhlulum 300-dür. Onda suyu tapmaq üçün 300-dən deməli, m su, bax 300-dən x-i tapdım ki, burada 100 tapdım da 300-dən gətirib elə bil ki 100-ü çıxanda qalacaq yerdə 200. Deməli 200 mənim suyumdur. 200 qram su var. Və sonra deyir ki su buxarlandıqdan sonra və suyun da 100 qramı buxarlanıb. Onda belə yazımda 200 çıxılsın 100 bərabərdir 100. Qalan suyum oldu 100. Və bəs qalan su da nə qədər duz həll ola bilər? Və bu da mənə dedi ki, həll olma qabiliyyəti, aşağı çəkim uşaqlar, həll olma qabiliyyəti 0.5-dir. Onda gəlin belə yazaq da, 100 vurulsun 0.5, o da bərabərdir 50. Hə, deməli 50 qram duz həll olub. 50 qram duz həll olub. Bunu mən artıq M1-imi tapdım burada. 50 qram duzdur. Və bizdə də 100 qram duz var idi. 100 qram duz. Hardadır o 100 qram duz? Bax, burada 100 qram duz var idi. Yaxşı, 100 qramın 50 qramı əgər həll oldusa, 100 qram suda, bəs yaxşı nə qədəsi çökmüş olar? 100-dən də çıxdım 50-ni, qaldı 50 qramı da çöktü də. Demək ki, M2 də oldu 50. Nə variantıdır bunun cavabı? Uşaqlar 50-50 C variantı. Buyurun, bu qədər. Dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, uşaqlar, bərabər sayda hidrogen atomuna malik olan X molekulu H2S və Y molekulu NH3. X molekulu H2S və Y molekulu NH3. Y molekulu. Qazların qarışığında cəmi 124 neytron var. Qarışıqda cəmi neçə atom var? Qarışıqda cəmi neçə atom var? Onda belə deyək də. Deməli, bərabər sayda hidrogen atomu deyirsə, mən bunun hidrogen sayını bərabərləşdirməkdən ötürü 6 deyərəm də. 6 hidrogen burada, 6 hidrogen burada. 6-sı yuxarıda, 6-sı aşağıda. Belə olanda düz gəlmir. Elə ki, belə deyim. 6-sı burada, 6-sı burada. Onda belə çıxır ki, bu elə bil ki 3 mü oldu? Bu da 2 mi oldu? 2-dir. Belə deyim. İndi davam edeyim. Məndən nə istəyir? Cəmi 124 neytron var. Baxım elə görün burada neçə dənə neytron var. Hidrogende bilirəm ki, neytron yoxdur. Bir dənə bunu belə üstündən xətti çəkeyim. Neytron yoxdur. Gəlim kükürddə olan tapım. 3 vurulsun 16 üstə gələk. 2 vurulsun 7. Şərtdə var bunların neytronları, protonları. Deməli alınıb uşaqlar. 3-ü 6-ya vurdum elədi 48 üstə gələk. 2-ni 7-yə vurdum elədi 14 bərabərdə 62. Mənim tapdığım 62-dir. Amma mənə deyir ki, cəmi 124 var. İndi bunu nətər 124-də bərabər eləyim? Gəlin bir dənə buna bir belə deyim də X verə bilmirəm, Y verə bilmirəm, A deyim. A deyim. Yazaq onda 48A üstə gələk 14A bərabərdir 124-də. Deyir, axı cəmi bu qədərdir. 48-dən 14-ü toplayanda elədi bu 62A bərabərdir 124. Onda A da bərabər olacaq 2-yə. İndi A 2-yə bərabərdir. Məndə də eyni sayda deməli hidrogen atomu deyir. Və mənim də deməli
3y2x'im bərabərdir 3y-ə. 2x'im bərabərdir 3y-ə. Belə də götürüb fərq etməz. 2x'im və yaxud da 2y-im fərq etməz. İndi gətirib mən bunu yazsam. Onda belə deyərəm də. X bərabərdir 3a-ya. 3a-ya. Y də bərabər olacaq. Deməli 2a-ya. Bunu bu şəkildə verim. A-la verim. Onda nə edirəm? Onda deməli, indi nə istəyir bu məndən? Neçə atom istəyir? Gətirib mən bunu yerinə qoysam. A bərabərdir 2-yə. A 2-yə bərabərdirsə, onda gətirib bunu mən burada yerinə qoysam, A-larda, bunlarda yerinə qoysam. Bu bərabər olacaq 6-ya. Bu da bərabər olacaq 4-ə. Deməli, məndə 4 mol NH3 var. Daha doğrusu 4 mol 4 NH3 var. 6 H2S var. 6 H2S var. Gətirib elə burada bu hissədə burada yerinə qoysam. 4 6. İndi fikir verin uşaqlar. Ona uyğun şəkildə atomları hesablasam, gəlin burada yazım da yerinə. Bunu silim, bunu silim. Silə bilmədim ki. Bunu silim. Gəlin yerinə indi yazım ki, deməli məndə atom sayını hesablasam, onda nə çıxdı? 6 mol deməli H2S-dir, məndə 6 mol. 4 moldakı NH3-dür. İndi gəlin ona uyğun hesablayaq. H2S-də 3 atom var. H2S-də 3 atom var. 2 hidrogen, 1 kükürt. NH3-də 4 atom var. 1 azot, 3 hidrogen. Onda belə yazaq da uşaqlar. Onda belə verim mən. Deməli 6-nı vururam 3-ə. Üstə gələk 4-ü vururam 4-ə. Bərabərdir. 18 üstə gələk 16. O da bərabərdir 34-ə. Cavab çıxdı da D variantı. Cavab alındı. Lap əla. 5-ci sualıma baxıram. 5-ci sualımda məndən nə istəyir? Deməli, C5H12 molekulunda hidrogen atomlarının 25% H12, 25% H12, 25% H13'dür. İzotoplarında olsa molekuldaki ümumi neytron sayını müəyyən edin. Baxın uşaqlar, 25% deməli burada mən görürəm ki, formulu yazsam H5O12-də mən görürəm 12 dənə hidrogen var. Bu 12'nin 25%-i mənə verəcək 3. Deməli belə yazım da 12 vurulsun 0,25 bərabərdir 3'ə. 3 atom uşaqlar 3 atom H12'dir. 3 atom o biri 25% 3 atom H13'dür. Deməli deuterium tritiumdur. Belə çıxır ki 12'dən 6 çıxanda 6 qalır. 6 atomda protium izotopudur. H11. İndi gəlin ona uyğun hesablayaq da uşaqlar. Nə istəyir bizdən? Ümumi neytron sayını. Fikir verin uşaqlar. Ayrı-ayrılıqda bir dənə bura yazım. H12'də bir dənə neytron var. Bir neytron. H13'də 2 neytron. H11'də 0 neytron. İndi gəlin baxaq, görək nə alırıq. Onda yazarıq ki, deməli formul C5H12'dir. Buradan yazım ki, görəsiz C5H12. Burada 6 dənə karbonda var neytron. Vurulsun 5 dənə karbonun sayına üstə gələk. Deməli 3 dənə hidrogeni deuteriumdur. Deuteriumda bir dənə neytron var. Deuteriumda bir dənə neytron var. Onda 3'ü vuracam 1'ə. Üstə gələk. 2 dənə neytronda deməli tritiumdadır. Onda da 3'ü vuracam 2'yə. Protium da yoxdur, 0'dır. Deməli bu nə oldu? 6'nı 5'ə 30, üstə gələk 3'ü 1'ə 3, üstə gələk 3'ü 2'yə 6, 9 bərabərdir 39'a.
var cavab. Bəli, C variantında 39-dur cavabı. Doğrudur. 6-cı suala baxaq uşaqlar. Deyir ki, SNH2NON SNH2NON formuluna malik maddə molekulunda proton sayıları neutron sayılarından 12 vahid çoxdur. Onda N-i müəyyən eləyək də. Deməli, proton sayı baxa görə bu niyə yazmadı? Proton sayı baxa görə nə qədərdir? Ay, üzr istəyirəm. Proton sayımız nə qədərdir? Karbonda 6 dənə olacaq 6N. Üstə gələk 2 dənə hidrogendə 2, daha doğrusu 1-dir, vuranda 2N. Üstə gələk, deməli, bura mən niyə 7 yazmışam? Birdən gördüm N. Deməli, 8 dənə də oksigende 8N. Cəmləyəndə elədi 16N. 16 dənə protonumuz var. 16N sayda. Neutronumuz nə qədərdir uşaqlar? Neutronumuz da 6N yenə də karbonda, hidrogendə yoxdur, 0-dır. Oksigende də yenə də 8N. O da bərabər olacaq. 6 ilə 8 elədi 14N. İndi mənə nə deyir? Mənə deyir ki, neutron sayılarından proton sayı 12 vahid çoxdur. Onda mən yazıram ki, 16N bərabərdir 14N, üstə gələk 12. Proton sayıları çoxdur da. Onda da olacaq ki, 16N çıxılsın 14N, N-i tapmağa doğru gedirəm, 12. Onda da olacaq 2N bərabərdir 12, N də bərabərdir 6-ya. Deməli, mənim burada N-im S6, fikir verin uşaqlar formula. N'in bu 6'sını getirib burada bax yerinə qoysam, alıram S6, H12, O6. Deməli, biz bayaqdan glukozanı yazırıqmış. Bu da olacaq C variantı. 6-cı sualımız da belə getdi. 7-ci sualımıza baxaq uşaqlar. Bir qədər bunu yuxarı qaldırın. Baxaq indi 7-ci sualımıza. Deməli uşaqlar, bizə iyonlar verilib. İyonlar verilib X mənfi, X3 müsbət kationu və HXO4 2 mənfi anionu. Və deyir ki, ümumi elektron sayı 78-dir. Ümumi elektron sayı 78-dir. Lap yaxşı. Buranın işim bitdi, biraz çəkirəm aşağı. X-in sıra nömrəsini tap deyir, yəni proton sayını. Gəlin hesablayaq da bərabər eləyək 78-ə. X üstə gələk 1. Bax bunu. Üstə gələk, indi bunu hesablayaq. X çıxılsın 3. Üstə gələk, indi bura gəldik. 1. Üstə gəl X. Üstə gəl 8 vurulsun 4. Üstə gəl 2, bərabərdir 78-ə. Sol tərəfi sadələşdirək. Nə alarıq? 3x buradan gəldi. Üstə gəl 1, çıxılsın 3. Üstə gəl 1, üstə gəl 32, üstə gəl 2, bərabərdir 78-ə. 3x üstə gələk, yox, bərabər nə idi? 33, bərabərdir 78-ə. Bir qədər verirəm yuxarı. 3x bərabərdir 78 çıxılsın 33. X də bərabərdir 15-ə. 45 alınır. 45-də böldüm 3-ə elədi 15. Deməli, hansı variant oldu? B variantı 7-ci sualda cavabı tapdıq. Nə gözəl. Gəldik 8-ci suala. Şifahi, amma ki uzun olan suallarımızdan biridir. 8-ci sualda nə istəyir bizdən? Doğru olanları müəyyən elədir. Edək də. Deməli, qarışıqların qaynama temperaturları sabit olur. Xeyr uşaqlar, qarışıqlar sabit temperaturda olanlar saf maddələrdir. Qarışıqlar deyil, bu səhvdir. Qarışıqları əmələ gətirən maddələri istənilən nisbətdə qarışdırmaq olar. Bəli, mən dəfələrlə izahlarımda demişəm ki, şirinçay qarışığın ən sadə nümunəsidir. Deməli, adam var ki 3 qaşıq tökür şəkəri, adam var ki 5 qaşıq tökür. Yəni onun kimin ürəyi nə qədər istəyirsə o qədər də əlavə eləyə bilər. Demək ki, qarışdırmaq olar. 2 doğrudur.
2 doğrudur. Üçüncü nə deyir? Qarışıqları yalnız kimyəvi yol ilə ayırmaq olar. Xeyr, qarışıqlar fisküsullarla ayrılır və bilirsiniz ki, qarışıqlar iki cür olur: homogen və heterogen. Dördüncü sualda bizə deyir ki, dördüncü variantda deyir ki, bizə kimyəvi birləşmələri əmələ gətirən maddələr öz xassələrini saxlayır. Xeyr, yenə xassə əmələ gəlir. Beşincidə bizə deyir ki, qarışıqlar müxtəlif növ molekullardan təşkil olunub. Bəli, qarışıqlar fərqli molekullardan təşkil olunub. Məsələn, deyək ki, su, üstə gələk natri xlor, xorək duzu. Natri xlor molekulu və su molekulu müxtəlifdir. 5 düzdür. Altıncısı, qarışıqlar müxtəlif növ atomlardan təşkil olunub. Bax, hidrogen atomu, oksigen atomu, natrium atomu, xlor atomu, bəli, müxtəlif növdə. Altıncı da uyğundur. 2, 5, 6 cavabı C variantı. Əla. Keçək növbəti 9-cu. 9-da uşaqlar belə bir şəkil verilib və bu şəkil sınaqların birinə də düşmüşdü. Keçirilən sınaqların birinə də düşmüşdü. Və burada deyir ki, çay sodasında bir qədər sınaq şüşəsinə töküb şəkildəki kimi qızdırılmışdı. Bu zaman rezin şarının şişməsinə hansı maddə səbəb olur? Uşaqlar, ümumilikdə biz bu təcrübəni dəfələrlə sinifdə də aparmışıq. Elə belə vaxtı evdə də məsələn göstərə bilərik, edə bilərik. Yəni bu çox rahat bir təcrübədir. Bunun üçün qızdırmağa ehtiyac yoxdur və yaxud da belə də deyək də sirkənin içərisinə, evdə adi alma sirkəsinin içərisinə deməli şara sodanı tökürük, sonra boşaldırıq onu butulkanın içərisinə və o zaman şarın şişməsini görürük. Bu da karbon qazının çıxmasından əlaqəlidir. Demək ki, burada da rezin şarın şişməsinə səbəb olan maddə karbon qazıdır. Burada çay sodası, deməli natrium H karbon O3'dür və bunun parçalanması nəticəsində natrium 2 karbon O3 üstə gələk CO2 üstə gələk H2O alınır və şişirdən də bax budur karbon qazıdır. 10-cu sonuncu sualımıza baxırıq. Bu sınağımızın. Deməli 10-cu sualda deyir ki, şagird təcrübə aparmaq üçün menzurka vasitəsilə 200 ml su ölçdü. Menzurka bilirik ki, mayəni ölçmək üçün lazım olan bir avadanlıqdır. 200 ml su ölçdü və X duzuna müəyyən qədər həll edilərək doymuş məhlul aldı. Müəllim şagirdin sudan nə qədər duz həll etdiyini soruşdu və onun 20% xəta etdiyini bildirdi. Şagird təcrübəyə başlayarkən neçə qram duz götürdü? Təcrübə otaq temperaturunda aparılır. Bax, bunu da verir bizə. Var adi şərait, var otaq temperaturu. X duzunun 20 dərəcə suda həll olma qabiliyyəti 10 qram bölünmüş 100'dür. İndi gəlin biz bunun digər sınavda da biz buna baxmışdıq. Yoxsa elə bu sınavımızda idi, birinci sualında idi, səhv etmirəmsə, unuttum artıq. Deməli, həll olma qabiliyyəti, yəni KH həll olma əmsalı KH bərabərdir. Belə yazaq da 10 bölünmüş 100 vurulsun 1000 və nəticədə ixtisar gedəndə tapırıq 100. Deməli bu bərabər oldu 100-ə. Sonra tapaq ki, biz burada nə qədər bəs duz alarıq. Həmin elə bu düsturdan da MX-i çıxartsaq, duzu çıxartsaq, onda KH vurulsun deməli M su, yəni bir dəqiqə M su bölünsün 1000 düsturundan bərabər olacaq. KH-mı tapdım 100. Suyu da mənə verib ki 200 milli menzurka ilə ölçdü və bölürəm 1000-ə, ixtisar aparsam, deməli yerdə qalacaq 20 qram duz. 20 qram duz qaldı. Və burada deyir ki 20% xəta edib. Yəni səhv olub burada. Demək ki, şagirdin istifadə etdiyi duz miqdarı xəta etdi duz miqdarı. İstifadə etdiyi miqdardan 20% artıqdır. Onda belə yazaq da uşaqlar, belə bir şey yazaq ki, deməli 20 üstə gəl 20 vurulsun
20 bölünsün 100. 100. Ve o da bərabərdir 20 210-da böləndə yerdə qaldı 2 4 4 qalacaq mötərizənin içində. O da eləyəcək 20 üstə gələk 4 bərabərdir 24. Cavab oldu C variantı. Bu qədər. Bugünkü sınavımız da bu qədər. Növbəti sınavlarda görüşərik.